Cəmi 56 min manatla satışa çıxan belə bir 3 otaqlı kubçalı həyət evi çəkib sizlərə göstərirəm. Bu qiyməti heç bina evlərində mərzillər demək olar ki, deyilində yoxdur. 56 min manata xırdalanması hazırda demək olar ki, bina evi yoxdur. 25 kvadrat filan olar padma, o da kubçası evlər. Bax, sizə çəkib göstərdiyim 3 otaqlı evdir. Kubçalıdır, dövlət ipotekasına yararlıdır. Bizdə harada yerləşir? Cantəpə ərazisində, Masazırın şəhərə ən yaxın olan hissəsində, dəyərli dostlar. Girişdən göstərəcəm, belə bir həyətyanı sahə var. Evi çöldən göstərim sizə. Demək olar ki, qapısının ağzına qədər asfalt yolda. Bax, bu evdir. Hazırda sizlərə çəkib göstərdiyim. Yerdən deməli 5 daş kürsü üzərində kombi aparatı burada quraşdırılacaq. Hündür, kifayət qədər hündür. Rütubətdən kənar yaxşı bir ərazidir. Bax, solda sizin biraz əvvəl göstərdiyim zal hissə yerləşir. 3 otağa düzəlmədir. Mətbəx burada yığılıb. Mətbəx mebeldə deməli yığılıb. Deməli 2 otaqların qiymətinə təklif olunur. Sadəcə alıcılar nəzərə alınaraq burada əlavə bir ədəd yataq otaq çıxması üçün mətbəxi bu hissəyə veriblər. Qeyd edim ki, burada Radino 3 otaqlı evimiz də var. Həyətinə 1-2 maşın daxil ola bilən, qiyməti 75 min manatdır. Cantəpənin ən münasib qiyməti olan evləridir. Mən sizlərə çəkib göstərəm. Səbəbi isə torpağın uzun müddət əvvəl alınmağıdır. Burada çoxlu ev var idi. Deməli təkcə hazırda sizə çəkib təqdim etdiyim bu ev və digər qeyd etdiyim Radino 3 otaq qalıb ki, onu da sizlərə çəkib göstərəcəm. Bax, mebeldə yeni mebeldir. Görürsünüz, qaz xətti də mətbəxə daxil edilir. Burada aspiratorun yeri, soyuducunun, paltaryonun yeri hər biri ayrılıb. Qiymət 56 mində alıcılara endirim olunacaq. Əldə etmək tələsin, dəyərli dostlar. Bu ərazidə ümumiyyətlə Cantəpə ərazisinin ən münasib qiyməti olan evidir. Bu ərazidə hazırda 145 min manatdan aşağı ev yoxdur. Mən sizlərə isə 56 və 75 min evlər bax belə gözəl ərazidə çəkib göstərirəm. 142 nömrəli marşrut yoluna 500 metrlik məsafədə də məktəb, bağça, yaşayış obyektləri, Araz, market və sair hər bir qısa mesafəsində yerləşir. Əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.